Yaxın Şərqdə vəziyyət hələ də son dərəcə gərgin olaraq qalır. Axios nəşrinin yaydığı məlumata görə Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər. Məqsəd döyüş əməliyyatlarını dayandırmaq və diplomatik danışıqlar üçün yeni imkan yaratmaqdır. Məlumata əsasən Vaşinqton bu təşəbbüsü nəzərdən keçirir və eyni zamanda mümkün uğursuz ssenariyə də hazırlaşır. ABŞ-ın bölgəyə əlavə hərbi qüvvələr göndərməsi, İsrail ordusunun isə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi göstərir ki, diplomatik səylərlə yanaşı hərbi risklər də qalmaqdadır. Atəşkəs təşəbbüsünün mühüm elementlərindən biri Hörmüz boğazında gəmiçiliyin bərpasıdır. Bu boğaz dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır və burada yaranan hər hansı gərginlik neft qiymətlərinə, beynəlxalq ticarətə və qlobal iqtisadiyyata birbaşa təsir göstərir. Gürcüstan baxımından isə regiondakı sabitlik xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan Qara Dəniz və Cənubi Qafqaz üzərindən keçən beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin vacib iştirakçısıdır. Yaxın Şərqdə mümkün geniş miqyaslı münaqişə beynəlxalq logistika zəncirlərinə, enerji bazarlarına və regional iqtisadi proseslərə təsir göstərə bilər. Hazırda tərəflərdən heç biri rəsmi şəkildə atəşkəs barədə yekun razılıq əldə olunduğunu açıqlamayıb. Buna görə də yaxın günlərdə veriləcək siyasi və hərbi qərarlar regionda hadisələrin inkişaf istiqamətini müəyyən edəcək. Beynəlxalq ictimaiyyət isə gərginliyin daha da artmaması və diplomatik dialoqun davam etməsi üçün çağırışlarını davam etdirir.